ayıb olar. Mən bax sizə sual Buyurun, verirəm. hoşdur, buyurun. Mən sizə sual verirəm. Bax Sami bəy, mən sizə sual verirəm. Bizim dinimizin peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm kimin üçün başını döyüb, nə bilim zincir vurub, sinəsinə vurub, ağlayıb, nə bilim özünü döyüb. Belə bir şey olubmu? Yəni bizim İslam tarixi. Mən bilmirəm, sizdən öyrənmək istəyirəm. Buyurun. Aha, çox gözəl sualdır. Cavab verim. Birincisi Zahir bəy, altda da yazırlar. Düzdür, biz deyirik ki, ancaq mövzu ilə bağlı danışılsın. Amma siz mənə sağ ol, təmənnası olaraq nə qədər efirlər vermisiniz, Allahın dini üçün, haqq üçün efirlər vermisiniz. Mən də söz dilim gəlməzsə deyəm ki, mövzunuz bu deyil, budur. Onca qonaqlar altda əziz yazırlar. Mövzudan uzaqlaşdımsa o zaman xahiş edirəm, üzr istəyirəm. Hə, altda xeyli yazırlar ki, ədalətsiz olur, amma yox. Mən demək istəyirəm ki, bilsinlər ki, yəni Zahir bəy bura hər gün qoşulmayacaq. O da məşğul adamdır, bilirəm mən. İndi bir dəfə qoşulub sağ olsun, ilk canlımız idi, dəstək olurlar. Təşəkkür edirəm ona, Allah razı olsun. İndi məcbur ona özünüz başa düşün. Mən necə deyim ki, yox, mövzu bu deyil, budur. O mənə nə qədər efirlər veribsə. Düzdürmü, əziz izləyicilər? Həmişə qoşulsa acam olsa özü də bilir ki, həmişə onsuz alınmayacaq, qoşulmayacaq, vaxt da yoxdur. Yox, üzr istəyirəm. Mövzu bu deyilsə mən üzr istəyirəm. Mənim sualıma cavab verməyim, mövzu üzrə davam edeyim. Yox, verəcəm. Altda yazırlar, bilsinlər ki, mən oyub yoxdur. İlk dəfə olan şeydir və bir dəfə oldu. Qoy qısa sualsız cavab verim. İndi düzdür, Avropada müəyyən üstünlüklər, qısa yazmadım, qeyd eləmədim, yadıma qaldı deyim də Zahir bəy. Avropada müəyyən üstünlüklər var. İndi ad çəkim nə var? Bizdə yoxdur. Təəssüflər olsun, o həqiqət təsdiqləyir. Müəyyən minus da var ki, mənəviyyatsızlıq filan nələr sayırıq ki, məsələn, dünyanın ən geridə qalmış müsəlman ölkəsində o yoxdur. Sözsüz birinci mənəviyyatdır, sonra dünya inkişafdır, texnologiya və s. Əvvəl birinci mənəviyyatdır. Amma təəssüflər olsun ki, bəli, müəyyən şeylərdə o qərb ölkələr bizi keçiblər, müəyyən dünyəvi və digər müəyyən məsələlərdə. Bəziləri deyir ki, nəyə görə insanlar Avropaya niyə gedir? Amma yeri qalsa müsəlman adları çəkərəm ki, ölkələri elə o Avropalı gedib o müsəlman ölkəsində işləmək üçün növbəyə durub. Bu da var əslində. Bunlar da var, biləsiniz yəni. Və insanlar özləri sevinər ki, həmin o müsəlman ölkəsində işləsin, yaxşı maaş alsın, onlar da var. Amma müəyyən şeylər keçiblər, biz təəssüflər olsun. Amma səbəbləri var, bir gün o barədə danışarıq, ola bilsin ki, nəyə görə müsəlmanlar geridə qalıb bu müəyyən məsələlərdə. Əlbəttə ki, bir gün o danışarıq. Mən də bir sosioloq kimi deyirəm ki, bəli. Avropa ölkələri, istər qərb, yəni batı dünyası Avropa, o üstünlükləri ki var, onların hamısını bizdən götürüblər. Bunun tarix sübutları var. Yəni mən bunu özümdən danışmıram. Bəli Zahir bəy, elə biz 40 dəqiqəlik Almaniya kanalının verilişi var, özünün diktoru Almaniya kanalıdır. 40 dəqiqəlik veriliş edir. Biz onu tərcümə etdik. Gözəl səsinin ASTV-nin işləri və s. gözəl tərcümə ediblər. Biz burada qoymuşuq, girib baxa bilərsiniz. YouTube-da da var həmçinin 40 dəqiqəlik təxminən. Çox gözəl Zahir bəy, necə siz dediniz? Avropa kanalı, Almaniya kanalı diktor özü deyir ki, müsəlmanlardan biz sayır bir-bir hətta. Kitabın adını